Salam. Riyaziyyatdan qorxursan, gəl elə isə birlikdə bugündən birinci dərsdən ilk 30 dərsə qədər, yəni 30-cu dərsə qədər ilk 30 dərsə riyaziyyatı sıfırdan öyrənək. Birinci dərsimiz rəqəm nədir? Rəqəmin və ədədin nə olduğunu şagirdlər bilirlər. Yəni çox sadə bir mövzu kimi gələ bilər sizə, lakin çox vaxtı bunlar qarışdırılan ifadələrdir. Yəni bəzən rəqəm dedikdə, rəqəm deyilməli olduqda şagird ədəd deyir, ədəd deyilməli yerdə şagird rəqəm deyir. Ona görə gəlin rəqəmin nə olduğunu öyrənək. Rəqəm miqdarı göstərən bir işarədir. Bizim istifadə elədiyimiz 10 dənə rəqəm var. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Saysanız, burada cəmi 10 dənə rəqəm var. Və bu rəqəmlər vasitəsilə biz ədədlər düzəldirik. Məsələn, 10, 11, 12 və s. artıq bunlar rəqəm deyirlər. Bunlar ədədlərdir. Nəyin vasitəsilə düzəldi həmin ədədlər? Məsələn, 10 nəyin vasitəsilə düzəlir? 0 və 1 rəqəmlərinin vasitəsilə. Sabahki dərsimizdə isə, yəni dərs 2 başlığı ilə öyrənəcəyik rəqəmlə ədədin fərqi nədir?